Eduventos platformasında valideyn kimi qeydiyyatdan keçmək üçün əvvəlcə qeydiyyatdan keç düyməsinə klik edirik. Burada qarşımıza iki tip qeydiyyat gəlir: şagird qeydiyyatı və valideyn qeydiyyatı. Valideyn qeydiyyatı düyməsinə klik edirik. Qarşımızda valideyn kimi qeydiyyatdan keçmək üçün lazım olan form açılacaq. Burada şəkil yükləmə, ad, soyad, mobil nömrə və şifrəni təyin etmək lazımdır. Şəkil yükləmək vacib deyil. Onu daha sonra profil redaksiyası ilə etmək olar. Məlumatları doldurduqdan sonra şərtlər və qaydalarla razılığımızı bildirdikdən sonra qeydiyyat düyməsinə klik edirik. Qeyd etdiyimiz nömrəyə göndərilən 4 rəqəmli OTP kodunu daxil edək. Artıq hesabımız yaradıldı. Hesaba giriş etmək üçün daxil ol bölməsində qeyd etdiyimiz nömrə və şifrəni yenidən yazmaq lazımdır. Sistemə daxil olduqdan sonra bizi burada şagird əlavə et ekranı qarşılayır. Biz burada istər öncədən qeydiyyatdan keçmiş şagirdi öz profilimizə əlavə edə, istərsə də yeni istifadəçi qeydiyyatı düyməsinə klik edərək yeni şagird qeydiyyatdan keçirə bilərik. Hər iki versiyanı yoxlayaq. Şagird tərəfindən bizə verilmiş kodu daxil edərək axtar düyməsinə klik etdikdə qarşımızda həmin şagird öz əksini tapır. Əgər şagird profilimizə əlavə etmək istəyiriksə, üzərinə klik etdikdə bizə sorğu göndərilir. Bəli düyməsinə klik etdikdə şagirdə istək göndərmiş oluruq. Şagird bizim istəyimizi qəbul etdikdən sonra profilimizdə öz əksini tapacaq. Əgər biz yeni şagird qeydiyyatı etmək istəyiriksə, yeni istifadəçi qeydiyyatı düyməsinə klik edirik. Burada şagirdin şəkil, ad, soyad, ata adı və mobil nömrəsini daxil edərək növbəti düyməsinə klik etmək lazımdır. Burada şagirdin yaşadığı region, görmək istədiyi sinif, xarici dil, şifrəsi və əgər hər hansı bir referal vasitəsilə yönləndirilmişdirsə, promo kodunu daxil edirik. Əgər şagird 9 və daha yuxarı sinifdə qeydiyyatdadırsa, qrup seçimi vacibdir. Qaydalarla razılığımızı bildirərək və qeydiyyat düyməsinə klik edək. Qeyd etdiyimiz nömrəyə yenidən göndərilən OTP kodunu daxil edirik və artıq qeyd etdiyimiz şagird profilimizdə qeydiyyatdan keçmiş olur. Biz həmin şagirdə aid bütün məlumatları profilimizdə görə bilər və istək yeni şagird qeydiyyatını şagird əlavə hissəsində edə bilərik.